Salam değerli abituriyentlər və müəllimlər. Biz sizinlə bugün yeni mövzumuzun izahına baxacağıq. Əvvəlcə onu qeyd edeyim ki, onlayn dərslərimizə qoşulmaq istəyənlər qeyd olunan nömrələrə müraciət edə bilərlər. Dördüncü dərsimiz qədim Mesopotamiya mövzusudur ümumi tarixdən. Qədim Mesopotamiya hansı ərazidə yerləşirdi? Birinci buna baxaq. Dəzlə və Fərat çaylarının arasındakı ərazilərdə. Bəs qədim türklər əvvəllər burada yaşayırmı? Xeyr. İlk olaraq bu Mesopotamiya arasında türklər gəlir Neolit dövründə. Eradan əvvəl 7-6-cı minilliklərdə Altay dağlarının ətəklərindən bu ərazilərə gəlirlər və xüsusən də Mesopotamiyanın cənubunda daha çox məskunlaşırlar və burada adlanır iki çay arası və yaxud elə Mesopotamiya sözündən oradan gəlir, iki çay arası deməkdir. Daha sonra qədim Mesopotamiyalılar bu ərazilərə gəlirlər və bu ərazilərdə yeniliklərin əsaslarını qoyurlar. Burada hansı yeniliklər var? Məsələn, burada hamısını mən ümumiləşdirilmiş şəkildə yazmışam. Duluz çarxın ixtirası, araba, təkər nəqliyyat sistemi, mixyazı, zikkurat, tağ usullu sütunlar, 60'lıq say sistemi, 60 dəqiqəyə saatı bölmələri, eyni zamanda ilk xəritələrin yaradılması da Şumer tarixində rast gələn hadisələrdəndir. Və bu yeniliklərə imzalar atıblar və bu yeniliklərə görə də bəzi deyimlərdə bildirilir ki, tarix Şumerdən başlanır. Niyə? Çünki ixtiraların sayı həddən artıq çoxdur və bu ixtiraların da çoxunu da qədim Şumerlərdən və yaxud da Mesopotamiyalılardan Aşur, Finikiya, Yahudilər mənimsəmişdilər. Daha sonra qədim Mesopotamiyada iki çay arasında ilkin dövlətlər eradan əvvəl 4-cü minilliyin sonlarında və yaxud da buna dövlətlər deməyək, şəhər dövlətləri deyək, Eridu ilə başlayır. Eridudan sonra digər şəhər və dövlətlər yaranır 4-3-cü belə deyək minilliklərdə. Eridu, Ur, Kiş, Uruk, Nippur, Lagash, Umma və s. kimi şəhər dövlətləri də mövcud olmuşdur. Bu şəhər dövlətlərinin hər birinin hökmdarı var idi. İlk əvvəllər bu şəhər dövlətini kim idarə edirdi? Ensi rütbəsini daşıyan kahin idarə edirdi. Sonraki dövrlərdə artıq biz deyirik ki, Luqal vəzifəsi, hərbi başçı vəzifəsi yaranır. Sonra Luqallar özü müstəqilləşir, hökmdara çevrilir və onların da hakimiyyəti irsən ötürülürdü. Ümumiyyətcə, bu şəhər dövlətlərinin idarə edilməsi kahin tərəfindən olduğuna görə, dini rəhbər olduğuna görə biz deyirik ki, Şumer şəhər dövlətləri teokratik dövlətdir. Azərbaycan tarixində teokratik dövlətlərdən daha çox bizə məlum olanı Səfəvilər dövlətidir. Səfəvilərlə Şumerlərin oxşar cəhəti teokratik dövlət olmaları. Bu şəhər dövlətlərinin belə deyək, zəiflədiyi dövrdə yeni bir dövlət yaranmışdı 3-cü minilliyin ortalarında. Akkad dövləti və Sargonun hakimiyyəti dövründə Akkad dövləti çevrilir olur imperiya. Bu Sargon Mannaya yürüş eləyən deyil. Mannaya yürüş eləyən Aşur hökmdarı Sargon idi. Özdə o 1-ci minillikdədir. Amma burada dediyimiz Sargon 3-cü minillikdə 24-cü əsrdə Akkad dövləti imperiya çevrilir və bununla ilk imperiya yaranır. Biz sizlə qədim Misir mövzusunda demişdik. İlk beynəlxalq müqavilə Kadeş müqaviləsi. İlk imperiya da Akkad imperiyası, Şumerlər mövzusundadır. Amma bu Akkad imperiyası bizim dövlət qurumumuz tərəfindən süquta uğradılıb. Kutilər demək 22-ci əsrin əvvəllərində yürüş eləyirlər, Akkad dövlətini süquta uğradırlar, iki çay arasını ələ keçirirlər, 100 ilə yaxın da iki çay arasında ağalıq edirlər. Amma onların sonuncu hökmdarı olan Trikana qarşı baş verən qiyamdan sonra öldürülür və Kutilərin hakimiyyətinə son qoyulur. Bu ərazilərdə daha sonraki dövrlərdə Babil, sonra bir qədər şimala getdikcə Aşur və s. kimi dövlətlər yaranır və bu ərazilərdə ələ keçirirlər. Daha sonra qədim Şumerlərin tarixi ilə bağlı dastan var. Gilgameş dastanı testlərə daha çox düşür. İndi biz qarşıdakı mövzularda da deyəcəyik. Başqa mövzularda bunlara bənzər dastanlar var. Daha sonra tanrılar An var idi, İştar var idi, Anun var idi, Antun var idi. Bəzi çətin tipli testlər var ki, orada Anun, Antumu yazıb, Nil, Enlil və s. Bunları biz
əsasən bu Şumer mövzusunda görmürük. Bunları bizim dövlət qurumları mövzusunda görürük. Amma dövlət qurumlarımız da Şumerlərlə sıx bağlı olublar. Yəni Şumer tanrılarına sitayiş eləyiblər. Daha sonra təqvim məsələsi var. Təqvimə gəlincə biz oxşarca kimi bunu Misir tarixi ilə də götürə bilərik. Qədim Misirdə də təqvim var idi. Demək, ili 365 günə qədim Misirlilər bölmüşdülər. Daha sonra da qədim Mesopotamiyalılar da təqvim hazırlamışdılar. Oxşarca kimi Çin tarixində deyə bilər təqvim hazırlamalar. Bu olur əsas məqamlar. Sonra gəlirik əsasən təhsil sahəsində olan yeniliklər. Demişdik onsuz da 60'lıq say sistemi, dəqiqə və s. yaradıblar. Bundan başqa Şumerlərdə elm həddən artıq inkişaf etmişdi. Bunu bizə nə göstərirdi? Məktəblər göstərirdi. Məsələn, təhsil alan şagirdləri məktəb oğulları adlandırırdılar. Sonra məktəb atası və yaxud da ustadı adlandırılırdı, müəllimlər var idi. Bunlarda həddən artıq təhsil inkişaf etmişdi ki, bu qədər ixtiralara da imza atmışdılar. Sonra zikkurat haqqında nə deyə bilərik? Zikkuratlar əsasən 3-5-7 pilləli məbədlər idi. Zikkuratlardan belə deyək, ilk mərtəbələrindən xüsusən dini ibadətgah kimi istifadə olunurdu. Amma sonuncu mərtəbəsindən, 7-ci mərtəbəsindən rəsədxana kimi göy cisimlərinə baxmaq üçün istifadə olunurdu.